Deyirəm Allah saxlamışlar, Allah sünküləri saxlasın. Dedilər ki, hələ hamburger istəyirik. Dedim zakaz eləyim McDonald's-dan. Sonra oturdum fikirləşdim, ada hər dəfə oradan zakaz eləyəndə gəlir çıxır qiymət kəllə çarxa. İnan bir dənə yeyib içməyin pulunu verirsən ona. Dedim hələ özüm eləyəcəm burger. İndi mən burger düzəldim evdə, süzdə. Bax. Əvvəl bax belə bir dənə soğan doğrayaq. Soğanı atırsınız, bax belə tavaya ki qızarsın. Yəni bizə lazımdır ki bu karamelləşsin. Başa düşürsünüz? Ona görə əvvəldən buna duz vurmayın. Duz vursuz, soğan suyunu buraxacaq, karamelləşməyəcək. Bax belə. Bax bu bizim kətletlərimiz. Bax belə formalaşdırırsınız suları. Sonra göndərin biraz buzqabıya. Biraz qalsınlar, özlərini tutsunlar. Bax beləncik. Soğan da bax belə gördüyünüz kimi yavaş-yavaş qızarır özü üçün. Bizə lazımdır ki, biraz da yaxşı qızarsın. Əməlli başlı karamelizasiya edirlər də, ona həll olsun. O alırıq yeriyə, nə bilim, Whopper, Big R, sonra orada bir dənəsi də var, Big Tasty, yəni söhbət McDonald's-la, Burger King-dən gedirlər. Əsas orada dad verən nədir? Sos. İndi mən bu soslara oxşar, biraz yəni öz əlavələrimlə düzəldəcəyəm, göstərəcəm sizə. Bu ərəfədə soğan da belə vəziyyətə çatandan sonra altını söndürün, qalsın. Həmən sos üçün bizə müxtəlif ədvalar lazımdır. Bax, burada məndə nə var? Burada məndə sarı kökdür. Burada məndə raziyənədir. Burada məndə həm hissə verilmiş paprikadır, həm də adi şirin paprikadır. Bir də şüyüd toxumudur. Yəni bunları hamısını qəşəng belə ləzzətli həvəng dəstədə əzirsiniz. Baxın, bu mənim köhnə bir dənə həvəng dəstəmdir. Nenəmin nənəsindən qalan bir əşyadır da bu. Bax, görürsünüz. Baxın. Allah ölənlər bizə, lap köhnələrin köhnəsinə rəhmət eləsin. O qədər bu həvəng dəstədə mənim nənəm ədvalar əzib ki, gəl görəsiniz. Deyirəm ki, əsas məsələ yoxdur məndə amma. Mənə cirə lazımdır. Baxıram, görürəm ki, evdə cirə yoxdur. Amma yadınızda saxlayın. Yəni cirə bu həmən bu sosda 100% lazımdır. Da məndə indi yoxdur. Ona görə birtəhər necə deyərlər, keçinəcək onsuz. Bir 2-3 diş sərmisaq. Yaxşı əzirsiniz sərmisaq əzənlə atırsınız içinə. Dalıcan biraz yaxşı zeytun yağı əlavə edirsiniz. Məndə bugün bax bu yağdır. Bu satılır, dükanlarda var. Yeri gəlmişkən bütün məhsullar Aras Süpermarketlər şəbəkəsindən alınır. Sonra bunun içinə bu Greçeski yoğurt adlanan bir məhsul vurmaq lazımdır. Belə deyək də, qatıq fason bir şey deyil. Amma ki, o qatığın belə bir susi iyimində yoxdur. Ona görə bu sos üçün idealdır. Sonra isə həmən sosun içinə bax, bu cür mayonez tökürsünüz, əlavə edirsiniz. Mən bax bu mayonezdən istifadə edirəm. Yəni super bir mayonezdir, açıq deyim sizə. Özü də ki, bu bildirçin yumurtasındandır. İndi soruşacaqsınız ki, bundan hardan almaq olar? Bu Belarusiya istehsalıdır. Hal-hazırda dükanlarda heç deyəsən hələ ki yoxdur. Bunun üçün siz Umiko tətbiqinə daxil olmalısınız. Yəni indi bir market adlanır və bunu birbaşa evinizə çatdırılmayla sifariş edə bilərsiniz. Çox keyfiyyətli bir məhsuldur. Baxın, bax beləncik. Görürsünüz bu mayonezin rənginə. Bir dənə buna fikir verin. İndi köhnələrin yadında olar. O vaxt aclıq vaxtları idi. Yəni dükanlarda heç nə yox idi də. Mən 80'lardan danışıram. Birtəhər belə mayonezlər qoyardılar o vaxt satışı mənim yadımdadır, belə balaca bankelərdə. Onların da rəngi hələ belə olardı. Yadınızdadır. Özü də o vaxt mayonezi o rəfinə olunmamış semiçka yağından düzəldərdilər.
İndi mən sizə deyim, həmən bu mayonezin, yəni dadı da bir balaca, yəni belə vit fasonu da elə həmən o köhnə mayonezləri xatırladır. Yəni doğrudan da çox keyfiyyətli bir məhsuldur. Limon sokundan da biraz əlavə edirsiniz buna. Sonra da ki bunu yaxşı-yaxşı qatışdırırsınız. Bax belə, sos da bu ərəfədə artıq hazır. Burgerin arasına qoymaq üçün da mütləq bax belə bu cürünə nazik uzun nəməsinə xiyarları doğrayın. Xiyar da baxın da indi hansı əlimizə keçdi ondan. Bax, məndə burger pişirmək üçün bax belə xüsusi bir dənə bax belə alət var. Heç də istədiyim bir şey dögür. Yəni elektriklə çalışan bir şey. Baxın, bax, kətletləri var, beləncik qızardıram, bax, uyuz. Bəh. Bir dənə iyi gəl ki, gəl görəsən. Sonra bax, bulkaları da yığırsınız, bax, böyle düzürsünüz, bax. Kətletlər də qızarır özü üçün. İndi gəldi əsas məsələ bu burgerləri yığmaq. Bax, əvvəlcən düzürsünüz, bax, belə alt hissələrdir, hansını ki artıq qızdırmısınız. Birinci bax, belə sousdan vurursunuz, bax, bura, bax, belə ləzzətli. Sonra bax, belə soğanları düzürsünüz. Sonra bax, belə düzürsünüz xiyarları, bax, gördüyünüz kimi. Sonra bax, bu pendirləri düzürsünüz, bax, beləncik. Bunlar da artıq hazırdır. Üstündən bax, belə düzürsünüz kətletləri, bax, beləncik. Üstündən bir dənə də bax, belə sos. Mən özümkinə biraz bu acikadan da qatmışam. Yəni, mən belə xoş deyirəm. Amma uşaqlar istəmirlər. Vəssalam. Bax, bu cürünə papaqlarını da qoyursunuz. Bax, baxın, görəcək, lezzetli, bax, baxın. Görürsünüz, papaqlarını da qoydunuz başına. Bəh. İndi artıq, bax, bu cürünə ev sayağı burgerin yemək vaxtı gəlib çatıb. Bax, lezzetli. 1000 dəfə o Burger Kingdən, zatdan, hamısından yaxşı. Buna baxın, bax, görsünüz, bax, gedir özündən. Qoz kimi. Bu qədər bizə nuş olsun, qəlbdən qəlbə.